Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala adaihim ecmain. Allahümme eczilli ve likel fərec. Bəhsimizin ki, əvvəlində biz qeyd eləmişdik 12 xəlifə rivayəti. Burada bəzi iradlar var. İradların sizdən bir neçəsini qeyd edeyim və onları inşallah cavab qeyd eləyək ki, bəzən olur ki, bu fikirlər yaranır. Düzdür, çoxluq bunu bilməsə də, qarşılaşmasa da, amma müəyyən bir təbəqə insanlar görsən ki, bu suallarla qarşılaşır bəzən. Və mütaliə vaxtı, yaxud kimlərləsə söhbət vaxtı və bilmək ümumiyyətlə yaxşı bir şeydir. Təbii ki, çünki bu mövzular biz danışırıqsa çalışaq ki, biraz əhatəli olsun və faydalı olsun Allahın izni ilə. Çünki həqiqətən də kütlənin əksəriyyəti mütaliədə, dinləmədə, yəni maariflənmədə zəif olsa da, amma az da olsa bu kütlə mövcuddur. Və inşallah ki, onlar üçün də mütləqdir ki, bu faydalı olacaq. Məsələ belədir ki, bəziləri nə deyiblər? Deyiblər ki, məsəl üçün əhl-i sünnə alimlərinə Beyhəqi, misal, ya Qadı İyad, məsələn, ki, belə bir fikir deyiblər ki, 12 xəlifə hədisində keçir ki, 12 xəlifə, bu məqsəd İslam xilafətinin izzətli və qüvvətli dövründə hakimiyyətdə olan şəxslərdir. Yəni, bu cür yazıblar. Və onların üzərində icma var. Yəni, bunların hakimiyyət üzərində və bu hakimiyyət dövründə Yezid ibn Əbdülməlikin hakimiyyətinə qədər gedən bir dönəm sayılır və buna görə biz götürsək ki, Raşidi xəlifələr 4 nəfər həmçinin sayırlar. Muaviyyə, Yezid, Əbdülməlik, Vəlid, Süleyman, Ömər ibn Əbdüləziz, Yezid ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik və Vəlid ibn Yezid. Və bunlar 12 xəlifədir. Ki, biz bunu deyiblər ki, yəni çünki 12 xəlifə ki, izah gətirə bilməyiblər, tutarlı, biz keçən bəhsədə qeyd etdik. Bunu gətiriblər. Bu kimi fikir gətiriblər ki, bəs bunlar əsl liderlərdir, 12 nəfərə aiddirlər. Əvvəla biz deyək ki, birinci növbədə bu ki, nəzər ki, irəli sürübdülər, deyibdilər bu 12 nəfər. Bunların iddiasının heç bir dəlili yoxdur. Yəni, mən iddia edirəm ki, 4 Raşidi xəlifə və adını saydıqlarımız xəlifələr, bunların 12 xəlifə hədisindəki 12 xəlifənin olmaqlığı haqqında bir dəlil yoxdur. Bu iddiadan başqa bir şey yoxdur. Deyil. Məsələn, mən də qayıdıb deyirəm ki, filan kəsdir. İddiadır da, yəni onu deyir. Mən də qayıdarım başqa 12 nəfəri çəkərəm, bir başqası 12 nəfəri çəkər. Əla kullaham. İndi, məsələ də budur ki, əgər biz bunların özünü say sisteminə də salsaq ki, bu sayılanlar ki var, görərik ki, əslində o sayda ki, adlarını ki deyibdilər, bu Qazı İyaddır, Beyhəqidir və digər bəzi alimlər ki, bu nəzəri fikir deyibdilər, 12 nəfəri keçir say həddi. Yəni, say 12 nəfəri keçir. Məsələn, bayaq saydıqlarımızı götürsək və 15 nəfər adam edir. Və bu 12 nəfər hədisindən çıxdı qırağa və 3 nəfər də var. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, 12-dir. Və necə olur 15 olur? Özdə hamısı da Qureyşdən olmalıdır. İndi, baxırıq ki, bu nəzəriyyəni deyənlər özü belə, yəni İmam Həsən əleyhissalamın Muaviyyə ibn Yezidi yaxud da Mərvanın nəyə görə qeyd olunmadığını deməyiblər, yəni yazmayıblar, söyləməyiblər. Həmçinin Abbasi xəlifələrinin bu siyahıdan silinməyini yenə izah eləməyiblər. Xəlifəlik dövrü az olub, yaxud da xəlifənin nəslini dəyişməsi mi qüvvədən salıbmı bunu? Nəyə əsasən bu şəxslər oradan sayılmır ki, çox maraqlıdır. Yəni, biz o əsərlərdə baxanda görürük ki, İbn Yezid yaxud da Mərvan bu siyahıya alınmır, həmçində Abbasi xəlifələri bu siyahıya alınmır. Yəni, Əməvilərdən götürülür və o da bəziləri. Səbəb nədir? Bunun dəlili nədir? Nəyə əsasən bu kəsim və yaxud da seçim olubdur? Hələ bunun özü də o iddiadan əlavə bir sübut dəlil istəyir. Ki, biz də bu sualı qoyuruq qabaqlarına, qarşılarına ki, bu şəxslər buna cavab verə bilsinlər, ki, verə bilsələr. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonraki ilk hökmdarın hakimiyyəti nəzərə almasaq, görəcəyik ki, Muaviyyənin və ondan sonraki hakimlərin qüdrət əldə eləməyi zorla olubdur. Yəni ki, xoşluqla olmayıbdır, cəmaatın öz istəyi olmayıbdır. Ona görə də istər Əməvilərin, istər Abbasilərin fərqi yoxdur. Hansı sülalənin olmasından asılı olmadan belə başçılar Peyğəmbər sallallahu aleyhi və səlləmin xilafəti məqamına, xəlifəsi olmaq məqamına, 12 xəlifə sınıfına daxil olmağa layiq deyil.
Çünki niyə insanlar qeyri-ixtiyari halda, zor güclə, məcburən onların xilafətliyini qəbul edibdir. Və belə xəlifə necə ola bilər ki, 12 imam, 12 xəlifə olacaq, Peyğəmbər sallallahu deyir, İslam güclü, möhkəm olacaq və s. Amma cəmaata zülm olunsun. Elə Əhl-i Beyt əleyhissalamın başına gələnləri götür. Peyğəmbər ailəsinin, əhlinin o kəslər ki, fəzilət, elm çeşməsidir, elə onların başına gətirdiklərini tarixdə oxusaq o kifayətdir. Ki, bunlar o 12 xəlifə sinifinə daxil ola bilməz. Və adlarını qeyd elədiyimiz ki, Beyhəqinin, digər alimlərin qeyd etdiyi, məsələn, Fəthül Barinin sahibini və s. Ki, həmin o adlar ki, qeyd edirlər ki, bəziləri bu xəlifəlik sırasına daxildirlər. Ki, biz baxsaq əslində ki, orada qeyd ediblər ki, bu məsələnin üzərində icma var. Amma bu deyirlər, icma var. Amma əslində görür ki, icma yoxdur. Halbuki belə bir icma mövcud deyil. Çünki Əbu Bəkirin hakimiyyətinin əvvəli də belə idi. İmam Əli əleyhissalam, Əhl-i Beyt əleyhissalam və sahabə böyüklərindən bəziləri Əbu Bəkirin hakimiyyəti bir neçə qəbul eləmir. Məsələn, hətta alimlər yazır ki, 6 ay Əli əleyhissalam müxalif oldu. 6 ay. Və Osmanlı xəlifəliyinin məsələn ikinci yarısı deyək ki, nə oldu? Birinci yarısı normal keçirdi, ikinci yarısı üsyan, qiyam, etirazlarla baş verdi. Və nəticədə axırda da öldürüldü. Deməli, burada da icma yox idi. Və Əli əleyhissalamın xəlifəliyi başlayandan sonra satana qədər Mavi və Şam əhalisi də onu qəbul eləmədi. Yenə də icma mövcud deyil. Hətta nə oldu axırı? Cəməl, Siffin, Nəhrivan döyüşləri oldu ki, səhabələr üz-üzə gəldi və döyüşlər, qətliamlar baş verdi. Bu necə icmadır? Məsələ budur ki, adları deyilən şəxslərdən çoxu dini hökmlərin belə deyək ki, icrası, yerinə yetirilməsi üstündə heç xidmətləri yoxdur. Yəni, tarixə biz baxsaq, bunların həyat tərzinə xidmətləri yoxdur. Yoxsa Yezidin özünü götürək. Yezidin hansı İslam üçün yəni bir xidməti var. Hələ xəlifəliyi qoyuram qırağa, İslam xəlifəsi adını qoyuram qırağa. İslam üçün, İslam şəriəti və əqidəsi üçün dinin sütunlarının qorunması və təbliği yayılması, yaşanması, tətbiqi üçün nə iş görüb? Əksinə böyük cinayətləri var ki, hamı bunu yazır, tarix bunu yazır. İndi kim sevsə də, kim etiraf eləsə də, bu həqiqət budur, qaçılmazdır. Kəbə evinin dağıdılması, Hirri hadisəsi, səhabələrin, möminlərin, müsəlmanların məhrəmini halal etmələri özlərinə ki, və İmam Hüseyn əleyhissalam və əhlinin qətliyamı. Kərbala faciəsi. Hələ 3 dənə bu böyük cinayət bəsdir ki, bu insan əslində İslam düşməni olur. Və hətta İmam Hüseyn əleyhissalam mübarək başı kəsilib gətiriləndə dediyi şeir ki, var Bədirdəki ata-babalarının ruhunu şad eləmək üçün, yəni müşriklərin haqqında dediyi, bu özü kifayətdir. Bu necə ola bilər ki, bu hələ İslamın hökmlərini icra edə bilmir, tətbiq etmir və ona qarşı çıxır, qaldı ki, İslamın xəlifəsi olsun. Və bunun üçün misalları, yəni siyahını çoxaltmaq olar, uzunçuluq olmasın. Və biz baxırıq ki, bu şəxslər həqiqətən də bu işi görmür və ona görə də Peyğəmbər sallallahu aleyhi və aleyhin vəsf etdiyi sinifə daxil ola bilməz. Və Beyhəqi deyir ki, Dəlailün Nübüvvə əsərinin 6-cı cildində, deyir, dini bərqərar etməkdə məqsəd dini nişanələrin, ayətlərin, əlamətlərin bərpa edilməsidir. Amma onlardan bəziləri şəriətə zidd işlər də görürdülər. Tamam. Məsələ budur ki, necə olur? Bəs deyirsən ki, bunlar bu işləri, bu məqama daha layiqdirlər, 12 xəlifəyə rivayətə uyğun gəlirlər, amma özün də etiraf edirsən ki, bu zidd işlər də görürdülər. Deməli, zidd iş görən necə ola bilər ki, İslam xəlifəsi olsun və Peyğəmbər sallallahu aleyhi və aleyhi ki, bir zidd iş görsə də bu adam gəlsin, xilafət kürsüsündə otursun. Bəlkə Allah Taala belə bir sistemi qoyubdur. Yəni, xülasə biz baxsaq, hətta bəzilərinin başqa bir fikri var. Bəziləri deyiblər ki, məsələn, İbn Həcər Əsqalaninin özünü götürək. İbn Həcər hətta Fəthül Bari fi Şərh-i Səhih Buxaridə gətirir ki, məsələn, bu nəzəri deyir ki, deməli, Peyğəmbər sallallahu aleyhi və aleyhi məndən sonra 12 xəlifə olacaq sözü ki, var, hədisi. Deyir, bu Peyğəmbər səlavatıllahdan sonraki dövrün reallığına aid olunsa daha yaxşı olur. Çünki ondan sonra olmuş xəlifələr Əbu Bəkirdən Ömər ibn Əbdüləzizə qədər ki, 14 nəfər olublar.
onlardan ikisinin nə doğru düzgün xəlifəliyi, nə də diqqətə layiq xəlifəlik müddəti olubdur. Onlar da Muaviyə ibn Yezid və Mərvan ibn Həkəmdir. Qalanları isə Peyğəmbər sallallahu dediyi 12 nəfərdir. Tamam. İndi davamında hətta nə deyir? 13 səhifə 213-dən 16-ya qədər məsafədə istəyənlər oxuya bilər. Fəthül Baridə İbn Həzər Əsqalani deyir ki, cəmaət onlar üzərində ittifaq edib ifadəsi bu məsələyə irad deyil. Çünki ittifaq eləmək əksəriyyət və çoxluq mənasındadır. Bu xüsusiyyətdə Həsən ibn Əlini və Abdullah ibn Zübeyri, yəni onların o xəlifə olublar axı bir müddət, nəzərə almasaq mövcud olubdur. Onların deyir müxaliflərinin ləyaqəti sübuta yetməyibdir və Həsən əleyhissalamın sülh edəndən sonra habelə Zübeyrin öldürüldükdən sonra bu xüsusiyyət onlar haqqında da qəbul olunmuşdur. Və düzünü bilən Allahdır. İndi biz baxırıq ki, yaxşı İbn Həcər, sən deyirsən ki, Muaviyə ibn Yezid və Mərvan ibn Həkəm xəlifələr sırasından çıxarılır və belə bir izah gətirmirsən ki, müddət qısa olubdur hakimiyyətdə, ona görə bunlar o sinifə daxil deyil. Bu nəzərə görə İmam Həsən əleyhissalam da xəlifələr sırasından çıxmalıdır. Çünki niyə? Onun da müddəti qısa olubdur. Amma sən deyirsən ki, burada İmam Həsən əleyhissalam da siyahıya daxil ola bilir. Çox əcib bir də qaydadır. Və Abdullah ibn Zübeyrin xəlifəliyi ki, özdə əhatəli bir xilafət olmadığı halda, məhdud olduğu halda nə olub? Götürülüb, əlavə edilib həmin o xəlifələr sinifini, 12 xəlifə sinifini. Çox əcəb bir ziddiyyətli nəzər gətiribdir. Təbii ki, bu ziddiyyət olacaq. Niyə? Çünki doğru düzgün insanlar ünvana sığışmadığı üçün və mənanı tapıb deyə bilmədikləri üçün, Əhl-i Beyt məktəbi istisna təbii ki, o digər məktəblər buna cavab tapa bilmədiyi üçün və rivayət də səhih, etimadlı, inkar olunmayacaq həddə olduğu üçün bu cür yozmağa çalışıblar. Məna verməyə çalışıblar özlərinə. Təbii ki, bu mənaların da hamısı bütün başdan iradla dolu olduğuna görə ki, ziddiyyətdə qaçılmazdır və qəbul edilməzdir. Həmçinin bəzilə deyib ki, məsələn, İbn Teymiyyənin tələbəsi Sebt ibn Cavzi qeyd edir ki, Əl-Məsailül Xilafiyyə kitabında deyir ki, məqsəd nədir? İslamın qiyamətə qədərki dövründə mövcud olan 12 xəlifədir. Deməli, Peyğəmbər sallallahu aleyhi və aleyhi dedi, min bə'di, məndən sonra ta qiyamətə qədər 12 xəlifə olacaq. Və onlar haqqa əsasən davranırlar. Sebt ibn Cavzi başqa bir nəzəri gətirir. Yəni, bu alimlərin dediyini demir, say da demir, kimliklərini də gizlədir. Sadəcə deyir ki, bu 12 nəfər Allah Rəsulü sallallahu aleyhi və aleyhi şəhadətindən ta qiyamətə qədər olacaq xəlifələrin içərisində 12-sini seçib. Onların xəlifəliyin ardıcıl olmaması buna xələl gətirmir. Bu da bu nəzəri deyir. Tamam. Deməli, ola bilər ki, məsələn, biri 10-cu əsrdə olsun, biri 15-ci əsrdə olsun, biri 25-ci əsrdə olsun, məsələn. Belə nə olacaq? 12 xəlifə gəlib gedəcək. İbn Kəsir özü də təfsir kitabında, 6-cı cildində baxsa, görürük ki, həqiqətən də bu nəzəriyyəni müdafiə edir ki, bəli, elə bu düzü budur. İbn Həcərin dediyi, Beyhəqinin dediyi, Qadı İyadın dediyi, İbn Abidinin dediyi və s. və s. Bunları qəbul eləmirlər, deyirlər, bu nəzər daha güclüdür. Biz saymırıq ki, 4 Raşidi xəlifə, nə bilim, Muaviyə, Yezid, filan kəs. Biz deyirik ki, 12 nəfər olacaq ta şəhadətindən Allah Rəsulü sallallahu aleyhi və aleyhi qiyamətə qədər və 12 nəfər də ardıcıl olmaya bilər. Bunda heç bir problemi yoxdur. İndi məsələ budur ki, burada da hətta biz baxanda yenə problemlər və işğallar var. Əvvəla Peyğəmbər sallallahu aleyhi və aleyhin kəlamını qeyri, belə deyək, nadürüst bir hala salırlar. Ki, yəni bu fikir bizi qeyri-müəyyənlikdən çıxarmır və nəticə əldə etməyə imkan vermir. Yəni, bu nəzəriyyə deyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi mənası bilinməyən bir söz deyib. 12 xəlifə olacaq, məndən sonra İslam güclü olacaq, izzətli olacaq və s. Kim olacaq? Bu nəzəriyyə deyir ki, qiyamətə qədər 12 nəfər gəlib gedəcək, sırf olaraq. Bu kimdir? Biz kimdən yapışaq? Yəni, nə vaxt bu şəxsiyyətlər kimdir və bunların xüsusiyyəti və s. Axır, bunlar hamısı bizim üçün gizlidir, məchul qalır. Və belə bir cümlənin İslam cəmiyyəti üçün təlim və əməl baxımına heç bir rolu olmayacaq. Peyğəmbər sallallahu aleyhi və aleyhi şifrəni danışmaqla, yəni cəmaatı tərəddüddə qoymaqla getmir ki, bir şey ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi axır zamanın hallarından tutmuş, insanlardan, yaşam tərzindən,
hətta o qırıcı təyyarəyə kimi işarə edən hədislərə kimi deyib, məsəl üçün, dəmir qanadlı quşun getməsi, hər yeri dağıtması və s. bu kimi rivayətləri kimi deyən Peyğəmbər sallallahu aleyhi və aleyh ki, gəlsin, bu məsələdə açıqlama verməz. Misal. Yəni ona görə də bu biraz ziddiyyəti böyükdür və həmçinin Peyğəmbər sallallahu aleyhi və aleyhin hədisi böyük bir hədəfə çatmaq üçün, yəni insanlara böyük bir gedişatı yolu göstərir ki, yəni kimlərin arxasında gedin. Çünki biz o rivayətləri oxumuşuq. Hətta bir rivayətdə oxuduq, nə dedi Həzrət? Dedi ki, səhabə nə dedi? O dedi, adlarını say. Ki, deməli, adlarını say, hədisin ardı yox idi. Deməli, bu adlarını say, deməli, bu şəxsiyyətlər bilinir kimdir. Və Peyğəmbər sallallahu aleyhi və aleyh bunu bəyan edib və sahabələr də oradan bilirdi. Amma mənbələrdə ki, adı kəsilib o hədislər, bəzi kitablarda ki, o adlar ki, deyilməyib deyə gizli qalıb dolarsa, ona görə bu cür məsələni ötürək və izah yayınmağa çalışırlar. İndi Peyğəmbər sallallahu aleyhi və aleyh insanları hidayət edə biləcək və onlara yol göstərə biləcək. Təbiidir ki, rəhbərlərə, öndərlərə, xəlifələrə, imamlara ki, insanları yönəldir və deyir ki, onlara tabi olun. Tamam. Amma bu 12 nəfəri qeyri-müəyyən kim bilsək, o əslində reallaşmayacaq. Məsələn, mən nə bilim, kimin dalıcı gedib. Təsəvvür edin ki, Allah bir elçi göndər. Deyir ki, mən sizə bir elçi göndərəcəm. O Allahın rəsuludur və ona tabi olun. Və salam. Mən nə bilim, o Allahın elçisidir, kimdir? Allahın elçisi ilə üzdə ola bu qədər əlaməti, möcüzəsi, qüdrəti, gücü, elmi ola cəmaat ona 50 cür ləqəb qoydu, onu inkar elədi, axırda qətlə yetirdi. Hələ o ki, qala bu məchul ola, bunun heç bir xüsusiyyəti, sifəti, siması, əlamətləri bilinməyir. Təsəvvür edirsiniz, məsələn, bu günlərim nə qədər Məhdi iddiası edən var. Düzdür, nəyin ki bu günü, ta Məhdəviyyət anlayışı, İmam Mehdi anlayışı ortaya çıxandan, yəni bu dönəmlərdə nə qədər iddialar olurdu tarix boyu. Mən Mehdiyəm adı ilə çıxanlar və günün bu günündə çıxanlar. Yaxşı, biz onu necə tanıyırıq ki, aldanmırıq? Əhl-i Beyt əleyhissalamla Peyğəmbər və Ali Peyğəmbərdən bizə gələn rivayətlərlə, düzdür, o xüsusiyyətlər, sifətlər, əlamətlər, şəmaili və s. Biz bu ilə tuturuq ki, yox, sən İmam Mehdi ola bilməzsən. Niyə? Çünki bu xüsusiyyətlər varsa da səndə yoxdur. Bu şərtlər var, səndə yoxdur. Bu görünüşlər var, səndə yoxdur. Bu qabiliyyət var, səndə yoxdur. Deməli, sən Mehdi ola bilməzsən. Bizim gözlədiyimiz, müntəzir olduğumuz İmam Mehdi deyilsən. Amma indi o bizim üçün məchul olsa nə olacaq? Daha betər olur. Hələ o cür əlamətlər, izahlar bizə çata-çata cəmaat yerə inanır belələrinə. Onların ardıcan gedir, azğınlığa düşür, zəlalətə düşür. O ki, qaldı, hələ bunlar olmasaydı nə olardı? Yəni, ona görə də Peyğəmbər sallallahu aleyhi və aleyhi deyib, 12 nəfər olacaq. Biz də bilmirik, qiyamətə qədər özdə, vaxtı uzandı da. Qiyamətləri nə vaxtlar olacaq, Allah bilir. Ki, təbiidir ki, Peyğəmbər sallallahu bu dediyi də real bir şey görünmür, nəuzubillah. Bunların izahı, bu izaha əsasən, bu nəzəriyyə əsasən. Ki, və üstəlik də insanların öz rəhbərlərini başlarını, yəni, tanımaqlarında çaşqınlığa gətirir. Və dünyapərəstlər də necə ona sui-istifadə edəcək. Gələcək bir oturacaq taxta, deyəcək ki, mənim o, 12 xəlifədən biri. Məsələn. Bu, yəni, mahiyyət baxımından təbii ki, yanlış bir fikirdir. Sonra, məsələn, bəzilər deyiblər ki, Peyğəmbər sallallahu 12 xəlifə sözündə məqsəd Bəni Üməyyənin sırf xəlifələridir. Ki, Peyğəmbər sallallahu səhabələri, Allah Rəsulunun dövründə yaşayanlar, bunlara aiddir. Ona görə onlar 12 xəlifə kəlamına şamil deyirlər. Yəni, səhabələr ora aid edilmirlər. Niyə? Çünki Allah Rəsulunun dövründə yaşayırlar. Amma Allah Rəsulü dedi ki, min bə'di, məndən sonra olacaq bu 12 xəlifə. Deməli, Allah Rəsuluna sonraya aiddir. Bəs bu da kimdir? Sırf Bəni Üməyyənin xəlifələridir. Ki, nəticə də budur ki, onlar 12 xəlifə kəlamına şamil olmur səhabələr və məqsəd sırf Bəni Üməyyənin sonraki dönəm olan xəlifələridir. İndi, burada da nə olur? Burada bəzi xəlifələr deməli o siyahıdan çıxarılıb da, düzdür? Məsəl üçün Muaviyyə kimi, Mərvan ibn Həkəm kimi. İndi, yaxşı, əgər bunlar çıxarılırsa, Əməvi hökmdarları biz görürük ki, 15 nəfər olub tarixdə.
yəni xilafətdə olan Əməvilərin sülaləsindən gələn, sonra ki, onlara Abbasilər hakimiyyətdən saldı, gəldi. İndi xülasə, bu bəhs başqadır. Biz baxırıq ki, Əməvilər 15 nəfər olub, xəlifə olaraq oturanlar, Əməvi soyundan gələnlər 15 xəlifə olub. Onların hakimiyyət dövrü Peyğəmbər sallallahu şəhadətindən 13 il sonra başlayıb. Osman hicrətin deyək ki, 23-cü ilindən sonraki xəlifə oldu və nəticədə biz nə edirik? Yəni, Osman axı səhabə olub və Peyğəmbər sallallahu aleyhi və aleyhi görüb axı. Deməli, bu ona aid deyil. Düzdür? Bu nəzəriyyəni belə deyək də, müdafiə etmək üçün bunu çıxardırıq bunları ki, onların o xəlafət dövrünə aid deyil. Tamam. İndi nəticədə səhabələri Peyğəmbər sallallahu aid edirik. Yəni, bu da belə və Peyğəmbər sallallahu xəlifəlik vəzifəsində də layiqli görmürük. Bunları çıxırıq. Və nəticə gəlir ki, 4 xəlifə ki, yəni Xəlifə Raşidin ki deyirlər və Muaviyyənin və Mərvan ibn Həkəmin dövrləri bu hökmdən çıxır və 12 nəfəri qalır. İndi İbn Cəvzi də sözün əvvəlində Peyğəmbər sallallahu bu kəlamının nəyə dəlalət edildiyini anlamağın mümkün olmadığını deyibdir. Tamam. İndi yəni bu nəzəriyyəni deyib də. İndi biz baxırıq ki, 4 xəlifə 12 xəlifənin sırasından çıxarılır. Bu çıxarış da məntiqsizdir təbii ki. Niyə 4 xəlifəni oradan çıxarırsan? Raşidi xəlifəni. Və bu qaydanı səni kim qoyub? Ki, Peyğəmbər sallallahu aleyhi və aleyhin səhabəsi olmaq o demək deyildi ki, onun dönəmində xəlifə idi. Çünki Allah Rəsulü, məsələn, biz də belə izah gətirə bilərdik, bir irad kimi. Məsələn, deyək ki, Peyğəmbər sallallahu aleyhi dedi ki, min bə'di məndən sonra olacaq. Tamam. Səhabə onu görsə də, Peyğəmbər sallallahu aleyhi və aleyhdən sonra xəlifə oldu. Düzdür, əvvəl olmadı ki, onun vaxtında olmadı ki, Həzrətin şəhadətə qovuşub dünyanı dəyişməsi ilə rehlətindən sonra onlar oldu. Deməli, sonradırsa, bu sonraya aid etmək mümkündür. Və nəyə əsaslı onu çıxardırsan, Peyğəmbəri görmək, onun dönəmində xəlifə olmaq anlamında deyil axı. Ki, bu nə yanlış düşüncədir. İstəyib ki, sayı düzəltsin onun üçün, ona görə belə bir nəzər gətirir. Halbuki bu nəzərin özü rivayətin öz mətninə ziddir. Və Əhl-i Sünnə mənbələrində Peyğəmbər sallallahu xilafət dövrü onun şəhadətindən 30 il sonraya qədər qeyd olunur. İndi Peyğəmbər sallallahu nə deyir? Hədislərdə gəlir ki, Tirmizin sünənində, Əbu Davudun sünənində, Əhməd ibn Həmbəlin müsnədində və s. Əl-xilafətə fi ümməti sələsunə sənətən sümmə məlikun bə'də təlik. Mənim ümmətimin xilafəti 30 ildir. Sonra isə məliklər, yəni krallar, hakimiyyətə, şahlar dövrü başlayacaq. İndi nəzəriyyəni götürsək ki, xəlifəlik 60-cı hicri ilindən sonra qeyd olunur. Yəni Muaviyyənin cəhənnəmə vasil olmasından sonra ki, deməli, İsna əşərə xəlifə, 12 xəlifə rivayəti bu danışdığımız şəxslərin təriflənmə mövqeyini tutur və bu tərif də İslama, müsəlmanlara və müsəlman cəmiyyətinə qarşı çoxlu cinayət eləmiş Bəni Ümeyyə xəlifələrinə də şamil ola bilməz. Əvvəldə dediyimiz kimi və onları danlayan, pisləyən kifayət qədər də çoxlu hədislər də mövcuddur ki, bunlar da tarixdə sabitdir. İndi Həkəm ibn Əblas və yaxud da onun oğlu Mərvan ibn Həkəm Peyğəmbər sallallahu aleyhi və aleyhin əmri ilə nə oldu? Münafiq elan olundular və Mədinə şəhərindən sürgün edildilər. Bu tarixdə sabitdir, heç kim də inkar edilməz. Və Peyğəmbər sallallahu aleyhi səhabələrindən sayıb hakimiyyətini Peyğəmbərin hakimiyyətinə bənzətmək və Allah Rəsulü deyib ki, 12 xəlifə olacaq, onlara daxil etmək özü ən azından ağılsızlıqdır. Peyğəmbər sallallahu aleyhi və aleyhi 12 xəlifə olacaq. Bilmirdi ki, bu 12 xəlifədən bu ikisi onları sürgün edir və münafiq deyirdi. Münafiq deyirdi 12 xəlifədən ikisi olacaq. Nəuzubillah və onların dövründə İslam izzətli olacaq, əziz olacaq. Daha da möhkəmlənəcək, çiçəklənəcək. Yəni, gülünc deyilmi? Bu Peyğəmbər sallallahu aleyhi və aleyhi birbaşa böhtandır. İndi biz baxırıq ki, yəni, bu fikrin özü də batildir. İndi məsələn, bəzilər deyiblər ki, güclü ehtimal odur ki, Peyğəmbər sallallahu özündən sonraki fitnələri xəbər veribdir bizə və hətta insanların eyni zamanda 12 əmr tərəfindən idarə olunmağını da deyibdir. Əgər bunu demək istəməsəydi, deyərdi ki, 12 əmr olacaq və onlar filan işləri görəcəklər.
Belə bir nəzər irəlislərlər də olubdur. Diqqət edirsiniz. Yəni hədisi yazmaq üçün bir neçə fikirləri irəli atıblar ki, bəlkə məsələni həll edib insanlardakı çaşqınlığı çıxartsınlar. Çünki Əhl-i-Beyt məktəbi bir mənada deyir ki, 12 xəlifə İmam Peyğəmbər sallallahu əleyhi və səlləm adları da deyib əvvəlcədən Allah bunları təyin edib və bunlar bizim dediyimiz 12 imamlardır ki, əvvəlcisi Əli ibn Əbi Talib əleyhissalam və sonuncusu İmam Məhdi əcəlallahu fərəcə. Ki bunlardır, yox, amma onlar ki bunu qəbul etmir. Çünki zaten qəbul etsələr, avtomatik olaraq öz etiqadlarını inkar etməlidirlər. Ona görə də bunu müalicə eləmək üçün bu cür fikirlər müxtəlif formada deyiblər və biri də budur. Ki, deyiblər. Məsələn, onlardan biri Muhalləb adında bir alimdir. Həmin bu Muhalləb hədisi izah eləməyə çalışır və Cabir ibn Səmurədən ki, biz hədis deyirik və hədisin də biz görürük ki, əslində mətninə elə birinci hörmətsizlik ya da ki, diqqətsiz yanaşıbdır. Belə deyək, elmi müstəvidə yanaşıb. Çünki Səhih Buxari kitabında mövcud olan hədis qısadır və anlaşılması çətindir. Yəni, ona görə də onun üzərinin ehtimalla yola çıxmaq elm əhlinin işi deyil əslində. Və hətta İbn Həcər Əsqalani Fəthül Baridə Muhalləbin nəzəriyyəsini də tənqid edir və qəbul etmir. Və deyir ki, Səhih Müslim kitabındakı mövcud hədislər sözü gedən bu 12 nəfər ki var, onların dönəmində, vaxtında İslamın əziz və toxunulmaz olmağını deyibdir. Deməli, müsəlmanlar arasında 12 yerə bölünməni, amma İslamın öz izzətinin qorunmasını təsəvvür etmək olmaz. Yəni, bunu etiraf edib İbn Həcər Əsqalani. Ki, deyir ki, yəni sən demirsən ki, güclü ehtimal budur və fitnələrdən baş verilir və 12 yerə bölünmədən danışılıb. Halbuki 12 yerə bölünmə, parçalanma, fitnə, ha vaxtdan İslamın izzətli olması haqqındadır. Sən bir dənə hədisi götürmüsən, digər onun hədisləri qırağa qoymuşsan. Halbuki onu açıqlayan başqa kitablarda da rivayətlər var ki, səhih, mötəbər sənəddir. Amma Buxari onu nəql etməyib ki, nəticədə sən özündən belə bir ehtimalla yola çıxmısan. Ya ona görə də 12 xəlifə hədisi yalnız və yalnız Əhl-i-Beyt məktəbinin, İmamiyyə məktəbinin dediyi izahla uyğundur ki, başqa heç biri ki, buna uyğun gəlmir. Çünki 12 xəlifə hədisinin izahında ki, biz qayda ki tutmuşuq, bunları da nədir? Əhl-i-Beyt əleyhissalamın təbii ki, kəlamla, sözlərinə görə tutmuşuq. İndi burada bəziləri irad tuta bilər ki, yaxşı, siz deyirsiniz ki, 12 imam. Axı, onlar xəlifə ola bilmədilər. Yəni, imamların çoxu ki, xəlifə ola bilmədi. Yəni, onların dönəmində xilafət qəsb olunmuşdu, başqasının əlində idi. İndi məsələ budur ki, Əli əleyhissalamdan İmam Həsən əleyhissalam ikisi gəldi, xilafət kürsüsündə otura bildi. O da müəyyən bir müddətə. Onda Peyğəmbər sallallahu xəlifəsi olaraq bunları qəbul etmək olar, yoxsa yox. Biz də deyirik ki, cavabında əvvəla mötəbər mətnlərə, rivayətlərə əsasən imamət və xilafət ilahi bir vəzifədir. Tamam, bizim etiqadımız budur ki, xəlifəni də, imamı da Allah seçir, insan yox. Və Peyğəmbər sallallahu Allahın əmri ilə öz əhli beytindən 12 nəfəri bu vəzifəyə təyin edib. İnsanların əksəriyyətin onlara tabi olmaması onların həqiqi xəlifəliyə ziddiyyət təşkil eləmir. Məsələn, Peyğəmbərin ki, gəlib o kürsüdə oturması, onu əksəriyyətin inkar edib, ona qarşı çıxıb, onu hakimiyyətdən, gücdən, qüvvətdən, təbliğdən saxlaması, o deməkdir ki, onun nübüvvət aradan getdi, ona iman gətirməyək, onu qəbul etməyək, onu nübüvvət əhli saymayaq, risalətdən saymayaq və s. Buna dəlalət eləməz. Yəni, mötəbər rivayətlər bizə göstərir ki, və 12 xəlifə özü də hədisi göstərir ki, bizə Peyğəmbər sallallahu aleyhi və aleyhi, Əhl-i-Beyt əleyhissalam imamlarının öz xəlifəliyi üçün ləyaqətini və onların öz davamçısı, xələfi təyin edilməsini bizə deyibdir artıq. Və insanların qəbul edib etməməsi başqa bir bəhsdir. Fakt bu sabitdir ki, bu 12 şəxs bunlardır. Onlar bizə tövsiyə edilibdir. İndi cəmaət qəbul edəcək, etməyəcək, inkar edəcək, qətlə yetirəcək, qəsb edəcək haqqını. Bu başqa bir bəhsdir. Peyğəmbər sallallahu aleyhi və aleyhi bu haqda da geniş bizə məlumatlar veribdir və İslam ümmətinin qarşılaşacağı hadisələrdə ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi öncədən ilahi elmlə elmlənmişdir. Ona görə də ümmətin Əhl-i Beytinin necə davranacağını da bizə bəyan eləmişdir. Ki, və bildirmişdir ki, onlar hansı hərəkətləri eləyəcəklər. Və indi məsələ budur ki, bəziləri deyiblər ki,
12 xəlifə hədisi ki var. Bəzi mətnlərdə belə gəlir ki, kulluhum təctəmi'u aleyhil ümmətu. Onların hamısında ümmət birdirlər, icma ediblər. İndi məsələ budur ki, Şiə imamlarından da heç bir üzərində ümmət eyni fikirdə olmayıbdır. Bəs bu hədisi necə götürək? Rivayətdir də, məsəl üçün gəlibdir ki, məsələn, Əbu Davudun sünənində keçir. Və onların hamısı üzərində ümmət icma edibdir, cəm olubdur. Eşidil rəydədirlər yəni. Biz də deyirik ki, birinci növbədə 12 xəlifə barədə deyilən əksər hədislər bu dediyimiz ifadəni əhatə eləmir. Və ümmətin də yeşdilliyi, ümmətin icma etməsi, bir qərar verməsi ilə əlaqədar məsələdə mötəbər sayılmır. Yəni bu rivayətin özü, bu hissəsi. Çünki əgər sözü getdiyən, məsəl üçün danışdığımız həmin o rivayətin sənədini səhih hesab eləsək belə ki, kulluhum təctəmi'u aleyhil ümmə hədisini, yenə də onun zahiri dəlalətini Peyğəmbər sallallahu mənsub etmək olmaz. Çünki bu reallaşmayıbdır. Və Peyğəmbər sallallahu sonraki əksər rəhbərlər üzərində ümmətin də rəyi bir olmayıbdır. Yəni bunu istəyirsən, belə deyək də, Əməvi xəlifələrinə aid elə, istəyirsən, Abbasilərin xəlifəsinə aid elə, istəyirsən, Əhl-i Beyt əleyhissalam aid elə, ümmət yekdil olmayıb. Əgər sən bu rivayəti götürürsən ki, bizə irad tutasan, deyəsən ki, Əhl-i Beyt məktəbində iraddır bu, sizə də iraddır. Çünki Əməvilərin xəlifələrini hamı qəbul edirdimi? Xeyr. Abbasilərin xəlifələrini hamı qəbul edirdimi? Xeyr. Müxaliflər var idi, üsyanlar var idi, qarşı duranlar var idi, qəbul etməyənlər var idi. Və bunu da ora tətbiq etmək olmaz. Yəni, bizə irad tutulmuş, bizə də iraddır. Ona görə də bu həm sənədi baxımından zəifdir, həm mətn baxımından da zəifdir. Ki, bunu dəlil kimi gətirib və irad kimi gətirib göstərmək də düzgün deyil. Ona görə də Peyğəmbər sallallahu bu kəlməsində məqsədi gələcəkdən xəbər vermək olmayıbdır. Əksinə, hədis ümmətə onlara tabi olmaqda birləşməyi tövsiyə edir. Ki, o da nəticədə budur ki, əgər bu cür götürsə, yenə də İmamiyyə məktəbinin, Əhl-i Beyt məktəbinin dediyi ilə tam müvafiqat təşkil edəcək. Çünki biz rivayətlərə də baxırıq, bəli 12 imam rivayətləri ki, mövcuddur. Məsələn, biz onların bir neçəsini zikr edək ki, inşallah növbəti bəhsimizdə ki, mövzu tamamilə aydınlaşsın bizlər üçün ki, biz o dəlilləri qeyd etdikdən sonra biləcək ki, bəhsin mahiyyəti hansı dərəcədədir. Elhamdülillah Rabbil aləmin.